Hörmətli dəyərli izləyicilərimiz, bax bu görmüş olduğunuz əmimiz Ucar rayonunun Qaracallı kəndində yaşayır və gecə saat 4 radələrində qısa qapanmadan evi yanaraq pis vəziyyətə düşübdür. Allah özü kömək olsun. İzləyicilərimizə bugünkü çəkilişimizi sona qədər izləməyi tövsiyə edirəm. Mütləq sona qədər izləyin və Ucar rayonunun Qaracallı kəndində bizim kanalımızın rəhbəri və yaradıcısı Pənah qardaşımızın növbəti bir xeyirxah, xeyriyyəçi bir işinin şahid olasınız. Salam, hörmətli, dəyərli izləyicilərimiz. Hər birinizi salamlayıram, hamınızı xoş gördük, hamınızı həmişə belə efirimizdə, çəkilişimizdə görmək bizim üçün çox xoşdur. Bu günləri Ucar rayonunun Qaracallı kəndindən gözəl bir çəkilişimiz gəlir. Çəkilişimizi sona qədər izləyin, baxın, kommentlərdə fikirlərinizi gözləyirəm. Bu günləri bizim xeyriyyəçi Pənah qardaşımız Ucar rayonunun Qaracallı kəndində gördüyü gözəl bir xeyirxah işdən danışacağım sizlərə. Dəyərli izləyicilərimiz, bax bu gördüyünüz ev elektrikdən qısa qapanma nəticəsində yanaraq yararsız bir vəziyyətə düşübdür. Kərpizlə yanıb. Gecə saat 4-də baş veribdir hadisə. Xoşbəxtçilikdən heç kimə heç bir xəsarət gəlməyibdir. Allah özü kömək olsun. Videonun əvvəlində izləmişdiniz, dəyərli izləyicilərimiz. Ucar rayonunun Qaracallı kəndində bir qardaşın, bax görürsünüz, evi yanaraq pis hala düşmüşdü, yararsız vəziyyətə gəlmişdi və kənd cəmaatı hamısı bir olubdular, birlik olubdular. Burada bax bu evə hamı gücü çatandan köməkliyin göstərir və bizim kanalımızın yaradıcısı və rəhbəri həmişə, hər zaman şəhid ailələrinin, qazilərin yanında olan bizim xeyriyyəçi Pənah qardaşımız da bu işə belə deyim, biganə qalmayıb, qıraqda qalmayıbdır. Pənah qardaşımız da bax bu Ucar rayonunun Qaracallı kəndində öz gözəl əl işini yenə də göstərir, öz xeyirxah əməli ilə. Allah canını sağ eləsin, Allah kömək olsun və kənd cəmaatı yığışıbdılar, pulu belə deyim, yığaraq bax bu qardaşa, evi yararsız vəziyyətə qalan qardaşa yeni bir ev inşa eləyirlər, yeni bir ev tikirlər. Allah Taala tikilən evdən çox-çox xeyir versin inşallah. Və bizim Pənah qardaşımız da evin opşu, bax bu gördüyünüz barısının bütün materialı Pənah qardaşımız tərəfindən alınıb. Sona qədər izləyin, danışıram. Deməli, evin kubikidir, evin kubikinə hörülməsində işlənən simentindir. Hamısı bizim Pənah qardaşımız tərəfindən alınıb və evin dam örtüyü, krişası da yenə bizim, Allah ömrün uzun eləsin. Allah Taala hər zaman ruzisinə bərəkət qatsın. Pənah qardaşımız tərəfindən evin krişası, bütün materialı alınıbdır və Murad usta, Allah canını sağ eləsin. Allah Taala həmişə kömək olsun. Murad usta da bu evin krişasını pulsuz gəlib vurur. Allah Taala Murad qardaşım da canı sağ eləsin, onun da şəhid ailələrinə tikilən bu evlərdə böyük zəhmətini, əziyyətini görmüşük və bu günləri elə İsa qardaşdır, Qədir əmidir, mənəm gəlmişik burada. Bax Murad ustanın bu gördüyü həm gözəl işi dedim, çəkim göstərim, həm bizim bu Pənah qardaşımızın elədiyi xeyirxah əməldən izləyicilərimizə çəkim göstərim. Yararsız vəziyyətə düşmüş evi də indi çəkib göstərəcəm izləyicilərimizə. Allah bir də belə hadisə yaşatmasın. Bax bu tikilən evlərdə indən sonra həmişə Allah Taala toy qismət eləsin və bunu da xatırladım ki, bax bu evi yanan qardaşımızın atası Qədir əmi ilə dost olubdu və ondan əlavə də bütün kənd cəmaatı, Qaracallı kəndi hamı bir-biri ilə qohum əqrabadır.
Allah bir daha Pənah qardaşımıza uzun ömür, can sağlığı versin. Allah Teala ruzisinə bərəkət qatsın. Bəli, dəyərli izləyicilərimiz. Həmçinin bax o kənd cəmaatı yığılan pulla bu evin fundamentini, yəni bünövrəsini tökübdülər. Ondan əlavə də indi Pənah qardaşımız barısını hördürübdü evin, krişasını vurdurur, bütün materialı ilə bir yerdə olmaqla. Allah canı sağ eləsin Pənah qardaşımızın, Allah köməyində olsun. Yəni bütün materialın barının Pənah qardaş alıbdı, dam örtüyünün də həmçinin və Murad usta da sağ olsun gəlib pulsuz evin dam örtüyünü vurur və bundan sonraki işi də kənd cəmaatı o yığılan pul vasitəsilə qalan işlərini gördürəcəklər. İçinin suvağıdır, atmalarıdır, poludur, patalokudur, bu kimi işləri ev yiyəsi üçün yığılan bax o pulla olunacaq. Həqiqətən də Qaracallı kəndi nətər deyim, bu 44 günlük müharibədə biz nətər bir olduq, yumruq olduqsa, bax bu kənd cəmaatı da bugünkü gün bu kənddə nəsə bir hadisə baş verəndə hamısı yığışıb bir olurlar, bir yumruq olurlar. Allah hamısının canını sağ eləsin. Allah Teala həmişə ruzilərinə bərəkət qatsın. Bütün kömək eləyənlərin, bütün yardım eləyənlərin Allah köməyində olsun. Sağ olsun Murad qardaşımız. Allah canını sağ eləsin. Allah bir daha Pənah qardaşımızın da köməyində olsun. O da yəni bu işdə maddi cəhətdən bizim Pənah qardaşımızın böyük zəhməti var. Fiziki cəhətdən də sağ olsun. Murad Allah canını sağ eləsin. Həmişə hər evdə nətər gücü çatandan kömək eləyib gəlib burada da sağ olsun. Allah canını sağ eləsin. Bax bu evin krişasında bizim Murad qardaşımız vurur. İndi inşallah düşəcək aşağı düşsün. Murad qardaşla da bir söhbət eləyəcək. Çoxdandır Murad da görmür izləyicilərimiz. Görərlər inşallah. Evdəki maşallah 12-nin 13-ədir. Ölçü 12-60-ın 13-ədir. Maşallah. Allah özü çox xeyir versin. Allah bir də belə bədbəxt hadisə, pis hadisə göstərməsin. İndi işıq keçibdir deyə generator gətiribdilər. Generatoru kodlayıb evin krişasının işlərini davam elətdirəcəklər. Piley lağımda. Sana boyu 2 kilo oldu ya Allah'ın ya şu. Şu lağımdan atar. Bak. Allah balalarını gözündə çıraq eləsin. Allah canınızı sağ eləsin hamınızın. Sağ olun hacım. Allah Pənah qardaşını da olsun, bu olasın. Amin. Sənin də bu tikilən evlərdə böyük əziyyətin var Murad. Allah köməyində olsun. Öyle rahat oturmuşam, durmuşam, çay içmişəm, vermişəm, düşmüşəm, yola çıxmışam. Bundan qabaq yoldaşım sizə mən baxdı, Bakıda olub 12 il, uşaq bir o doy oğlu. Özüm çox çöldə olmuşam, gəlmişəm. Xadimli işləyir, televizyon işləyir. Olacaq deyib, gəlib həmən gəlişini gəlmir. Allah bir də göstərməsin. Allah kimi. Amin. Allah tikilən evdən də çox-çox xeyir versin. Amin. Sağ canla yaşayasınız. Allah həmşindən sonra xoş günlər qismət eləsin. Allah kimi olsun. Allah Sağ xeyir elə. versin. Allah xətadan baladan uzaq eləsin. Amin Allah. Amin. Bir manat da belə əməl keçən qardaşların Allah canını sağ eləsin. Amin. Allah olsun başından Söhbət töksün. ondan gedir. Elədir ki, Bəli. adama yaramaq böyük işdir. Əlbəttə. Tək əldən səs çıxmaz. Bu da indi olacaqda ki, heç də deyə bilməsin, mənim başıma var, nə iş yarayacaq. Bəli. Düz, düz. Allah kömək olsun, köməklərində kömək olsun. Amin, amin. Allah canlarını sağ eləsin. Hə. Əlbəttə ki, Bundan sonra ehtiyatlı bir şey var. Kənd cəmaatı işıq saymırlar. Hə. belədir. Allah haqqı saymırlar. Ehtiyatlı olmaq lazımdır. Allah peşmasını verməsin. Amin Allah, amin. Amin inşallah. Toyun edəsən bunları. Amin Allah. Allah çox-çox xeyir versin inşallah. Muradın əlində iş nədir? Görəsən 2 günə düşdü yerə. Maşallah olsun. Deyir, savaşın kürsüsünə hazırdır. Bir suyuna ən uzağı. Hə. Bəlkə gördüm sabah axşama qutardı. Deyir, yansa. Biraz işıq da yəqin yağışsa da yağır eləyir. Onun küləkzad olur. Bugünkü dövrdə pis sömürdü, yanı. Hə. Allah ziyarətini də qəbul eləsin. Allah köməyin olsun. Sən bax bu tikilən evlərdə amin. Bu tikilən evlərdə sənin həmişə böyük zəhmətin, əziyyətin olub hər cəhətdə. Borcumuz da
Allah canını sağ eləsin ki, bu Əlimizdən günləri gəlirsə eləməliyik də. bəli, Qaracallıda da, bu kənddə də belə bir xeyir əməldə, xeyir işdə sən də iştirak eləyirsən. Allah Taala elədiklərini balalarının qarşısına Sağ çıxarsın. ol, Allah səni inşallah övlad pay versin. Amin. Allah köməyin olsun qardaş. Çox sağ ol. Həmçinin elə sağ olsun Bayramda, Cavad ağa da Allah canlarını sağ eləsin. Onlar da burdadır. Allah köməkli olsun. İsa qardaş da burdadır. Allah canını sağ eləsin. Allah köməyin olsun Aysa. 'İnşallah Murad. 2 gün azada tamam vurup düşərsən. İşıq olsa hə, 2 günə. Biraz işıq ha da. İşıq külək, yağışda da olanda birdən keçir tez-tez. 2 santim indi. Neçə gündür vurursan Murad? Abi 2 gün yarın. 2 gün yarım o pişi də taxtı işini qurtarmısan hamısı. Da bu da qurtarınca qaldı bir dənə dəmir. Aha. Allah qoysa dəmir sənin əlində heç nədir. Vasa. Hörmətli izləyicilərimiz, həqiqətən də gördüyünüz kimi ev həqiqətən də çox bərbad bir gündədir. Amma sağ olsunlar, kənd cəmaatı, sağ olsun. Pənah qardaşımız kimi xeyirxah, xeyriyyətçi qardaşlar, sağ olsun. Murad kimi qardaşlar, bugünkü gün burada əllərindən gələn eləyirlər. Allah hamısını canı sağ eləsin. Dəyərli izləyicilərimiz, gördüyünüz kimi artıq yavaş-yavaş Muradgil Allah canı sağ eləsin. Vurub qutarırlar, dam örtüyün. İnşallah sabaha yəqin ki başlanılacaq evin üstünün dəmirin vurulmağa. Dəmirə də başlasalar uzağı 2 günlük işdir. Allah əlin qolun var eləsin Murad qardaşımızın. Allah Taala yenə çox-çox xeyir versin, sağ canla yaşasın. Öndən sonra həmişə bu evdə toy şadlıq səsi eşidilsin inşallah. Elə çoxdan biz çəkiliş də yox idi, izləyicilərimiz üçün bir yaxşı bir gözəl kadr oldu. Belə xeyirxah işi izləmək, belə xeyirxah işə baxmaq özü gözəl bir şeydir. Gözəl dəyərli izləyicilərimiz, yavaş-yavaş gedirik Pənah qardaşgilə. Allah bir daha canınızı sağ eləsin, Allah köməyiniz olsun. Çəkilişimizi baxan, izləyən hər kəsə təşəkkür edirəm. Hər kəs videomuza inşallah kommentlərini yazarlar. Hamınızın kommentlərinizi gözləyəcəm bu gözəl çəkilişə. Hamı öz fikirlərini yazsın. Allah bir daha hamıya kömək olsun. Allah hamının canını sağ eləsin. Ucarda daha vaxt baxırıqsa qar tapmaq mümkündür. Bizim Allah canını sağ eləsin. Yaşar qardaşımızın sözü idi. Deyir, Ucarda həmişə qar olur. Yəni Ucarda hava istəsəz görürsüz qar var. Allah kömək olsun. Allah canını sağ eləsin, Qədirəmdə elə xeyir dua verirdi Murad ustagilə. Murad ustaya da Allahdan can sağlığı arzuluyur. Allah köməyi olsun. Allah bir daha bu işdə əməyi, əziyyəti keçən hamının canını sağ eləsin. Bu evdə xeyirliklə, tezliklə, sağ-salamatçılıqla başa çatsın. İnşallah Allahın iznindən Allah qoysa gün o gün olsun ki bu evdə xeyir iş eləsinlər. Tez bir vaxtda tikilib qutarsın. Allah bir daha bütün izləyicilərimizə də can sağlığı versin. Sağ ol qardaş. Görürsünüz. Yerdə də nə qədər desəz qar tapmaq mümkündür, var. Yayda da ələ vapki. Yayda lap çox olur. Bir daha Allah köməyinizdə olsun dəyərli izləyicilərimiz. Sağ olun, var olun. Bu çəkilişi izlədiyiniz üçün, bizi tək qoymadığınız üçün hamınıza öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Belə, sağ olsun bir. Bax burada Muradgil Allah canını sağ eləsin. Çox gözəl iş görürlər. Örgü də tez qutardı.
Sağ olun, var ol. Allah xeyir versin burada. Çox sağ ol. Allah xeyir versin. Sağ ol, çox sağ ol. Dəyərli izləyicilərimiz, gəldik. İndi də Pənah qardaşımız gildəyik. Allah Pənah qardaşımıza da uzun ömür, can sağlıq versin. Allah ömrünü uzun eləsin. Demək olar hər həftə Ucardayıq, hər həftə. Bax burada gəlib Pənah qardaşımız gildə olduq İsa qardaşla və elə bu gün də gəlmişik. Dedim qoy elə kanalımızda çəkilişimizə çəkim izləyicilərimizə bu gözəllikləri göstərim. Həm də Murad qardaşımızın burada gördüyü işlər barədə biraz çəkilişdə görək Murad qardaşımız burada nə işlər görübdür. Allah canını sağ eləsin hamısını. Burada qəşəng güllər var. İndi gül əhmək vaxtı gələndə inşallah bu güllər də əkiləcək Allahın izni ilə. Bunlar da ştamplar gedir. Maşallah hamısının üstündə çiçəyi var. Bir-iki həftəyə zada Gülüzadə əkməyin vaxtıdır. Ondan sonra Allah qoysa bu gördüyünüz güllərin hamısı əkiləcək Allahın izni ilə. Allah muradını da canı sağ eləsin. Bu qədər gözəl, səliqəli əl işin gördük hər gələndə. Elə izləyicilərimiz də buradakı olan həm bu gözəlliyi görmək istəyirlər tez-tez, həm də o arxadakı quşları da çox maraqla gözləyən izləyicilərimiz var. İndi göstərəcəm inşallah, hər kəs görsün. Biraz güllüyü, çiçəkliyi biraz görək. Quşların səsi həqiqətən insana əlavə bir insanın ruhunu dincəldir. Maşallah palmada xeylaq boyatıbdır. Payız gəlir, payızın amma gəlməsinə baxmayaraq maşallah güllər hamısı öz ampulasındadır. Maşallah olsun. İnşallah Allah qoysa gələn bu vaxtı burada inşallah Vahid balamızı görək, Mehdi balamızı görək, Nəbi balamızı görək. İnşallah burada onların kiçik toyun keçirək Allahın izni ilə. Allah Pənah qardaşımızın elədiyi bu yaxşılıqların hamısını övladlarının qarşısına çıxarsın inşallah. Həqiqətən də bizim Pənah qardaşımız şəhid ailələrinə, qazilərimizə, veteranlarımıza və efirdən kənar nə qədər böyük yardımları var. Elə efirdən kənar olsa da bax buradan elə adicə bax görürsüz Qaracallı kəndində Pənah qardaşımızın gördüyü bu işləri gördük. Bax hələ neçə belə bizim Pənah qardaşımız efirdən kənar öz xeyriyyətçi bir insan kimi xeyirxahlığın həmişə hər zaman göstərir. Allah canı sağ eləsin. Allah Taala ruzisinə 1000 qat bərəkət qatsın inşallah. Allah Taala ruzisin bol bərəkətli eləsin. Bugün elə digər rayonlarımız kimi Ucarda da biz gələndə biraz yağış var idi. Bərdədə də yağırdı. Elə Ağdamda da yağırdı. Gəldik gördük elə Ucarda da yağır. Biraz yağdı, kəsdi sonra. Təbii ki, yağışın da xeyri çoxdur. Qapıda olan gülə, çiçəyə, ağaca nə qədər xeyri var. Əsasən də bu Ucar zonasında bilirsiniz, biraz su problemdir. Ucarda biraz şoranlıq var deyə su biraz problem olur. Ona görə bu yağışın yağmağı bu cəhətdən yaxşıdır. Ki biraz güllər, çiçəklər də maşallah canlanır.
Bu da deyəsən divara dırmaşan güldəndir. Görürsüz, get-gedə maşallah evin üstünə doğru gedir. İndi izləyicilərimizdən də gözəl bax belə mənzərə göstəririksə, bir gözəl də komment gözləyirik əlbəttə. Maşallah, həqiqətən də bu yaşıllığı hər görəndə insanın ruhu dincəlir. Hə, gözəl dəyərli izləyicilərimiz, gəldik indi də arxada evin arxa tərəfində bax görürsüz Murad qardaşımız buranı yəqin kanalımızı əvvəl izləyən izləyicilərimiz görübdür. Belə bir yer hazırlanıbdır quşların saxlanılması üçün. Buradakı bu gözəl quşları indi izləyicilərimizlə bərabər seyr eləyək, baxaq. Bu quş eynən qartal sortu kimidir. Uçanda qartal kimi uçur. Bax bu gördüyünüz quş. Çox da yaxına gedib ürkütmək istəmirəm. Belə biraz uzaqdan çəkib izləyicilərimizə göstərək. Bax burada da fərqli quşları görəsiniz. Bu da toz quşunun başqa sortudur. Rəngindən bilinir. Abi o qapını açıq qoyuram. Bax o.
Tozquşlar bu fəsildə həmişə tükün tökür, ona görə quyruqları görürsünüz ki, tükü tökülübdür. Tüləkdən çıxırlar. Amma inşallah indi bunların da quyruğu uzananda, üstünə bəzəyə gələndə inşallah onu da bir dəfə də çəkib, onu da izləyicilərimizə göstərəcəm Allah qoysa. Çox da yaxına gedib istəmirəm, ürküdüm. Ona görə biraz qıraqdan durub çəkirəm ki, qoy izləyicilərimiz rahat görə bilsinlər. Belə dəyərli izləyicilərimiz, çəkilişimizi yekunlaşdırıram. Allah bir daha bütün izləyən izləyicilərimizin canını sağ eləsin. Allah hər birinizə uzun ömür, can sağlığı versin. Allah həyatda sizlərə həmişə xoş günlər qismət eləsin inşallah. Kanalımızı izlədiyiniz üçün, bizim yanımızda olduğunuz üçün, bugünkü gündə bu gözəl çəkilişdə, gözəl xeyirxah bir əməldə siz də izləyərək öz rəylərinizi yazdığınız üçün hamınıza öz təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Allah hər birinizə uzun ömür, can sağlığı versin. Allah həyatda nə arzularınız var, Allah Taala həmişə sizi arzularınıza çatdırsın. İnşallah növbəti çəkilişimiz olacaq yenə. İnşallah həmin o çəkilişdə yenidən sizlə bərabər olacağıq. Kommentlərdə də əlbəttə izləyicilərimizin fikirlərini gözləyəcəyik. Allah canınızı sağ eləsin. Bir daha təşəkkür edirəm hamınıza. Kanalımızın bütün izləyicilərinin Allah ömrün uzun eləsin. Allah Taala nə arzularınız var, Allah hamınız arzularınıza çatdırsın. Allah həmişə sizlərə xoş günlər qismət eləsin. Siz də yenə deyirəm, hər axşam canlımızda olursunuz, böyük zəhmət çəkirsiniz, əziyyət çəkirsiniz. Allah əziyyətinizi itirməsin. Allah nə arzularınız var, Allah Taala sizi həmişə arzularınıza çatdırsın. Həmişə, hər zaman Allah sizlərə xoş günlər qismət eləsin. Bir daha təşəkkür edirəm. İzləyən hər kəsin Allah canı sağ, ömrün uzun eləsin. Başqa da izləyicilərimiz ümid edirəm həmişə canlı da bizlə bərabər olar, bizim yanımızda olarlar, bizi tək qoymazlar. Bu gözəl yolda hər axşam o şəhid ailələrinin yanında olub, onların dərdinə şərik olmaqda bizim yanımızda olarlar. Çünki o şəhid ailələrinə hamımız təskinlik olmalıyıq. Onların yanında olub, onların dərdinə şərik olmaq lazımdır. Sağ olun, var olun. Gözəl izləyicilər, yenə deyirəm, kommentdə hamının fikirlərini gözləyirəm. Kommentlərinizi yazın.